Bu adam görəndə elə bil ki, gələcəyə ümidim biraz artır. Ay Eman, salam Maşınkadır, aleyküm. maşınka. Salam aleyküm. Ay, aşağı orqanları təmizləyirsən deyən hazırlıq görürsən ha öz aramızda. Ha? Aşağı orqanları təmizləyirsən deyəsən hazırlıq görürsən. Ay səni gülüm səni. Videoda belə hücumlara Alyona Əliyeva məruz qalır, amma kanalların Alyona Əliyevadır. Edilən Alyona Ay, nə Əliyeva sikərdim bunları. Cındır Hikmət Hacıyev bu yaltaq blogerlərə tapşırıq verir ki, siz Alyona Əliyevanın dalına girmək üçün, Alyonanı müdafiə etmək üçün güya kreativ bir şey eləyin. Yəni hamama da vura-vura, saçlarınızı düzəldə-düzəldə Alyona Əliyevaya yaltaqlıq eləyin. Onun dalını öpün. Belə bir xanımdan ilhamlanıb geyim seçmişəm ki, məncə artıq çoxlarınız onun tərzini bilirsiniz. Söhbət Alyona Əliyevadan gedir. Alyona Əliyeva haqqında olan yalan yanlış məlumatları qarşımıza Ay Hikmət Hacıyev, mən neyiniyim? Mən də aşağılarımı qırxa-qırxa Alyona haqda danışacağım. Oy, oy. Mən istəyirəm bugün Alyona haqda danışım. O Qeysət Bala Heydər var ya. Bütün adresi klublarında verə gəlir. Verə. Ay Hikmət Hacıyev, bağışlayın. Aşağılarımı qırxıram. Sən blogerləri dedi ya, amma da vura-vura danışın. Mən də bozaqlarımı qırxa-qırxa danışıram. Alyona Əliyeva korrupsionerdir, tələduzdur, soskadır. Komediyadan mən də deyirəm bunların baş aşağı aşağı. Birinci eləmədən dırnaqlarına tutun. Sonra görürlər yox dırnaq tutan şey deyil. Bu aşağı qıran şeydir.